Salam dəyərli abituriyentlər, bu gün sizlərlə bərabər 5 aprel OTK sınağının izahına baxacağıq. İlk öncə qrammatika sualları ilə başlayaq. İlk sualda cavablar, daha doğrusu verilənlərdə is, was görürsünüzsə, deməli uzlaşmanı istəyir. 2 dənə isim gördünüzdür. Onların imtahan üçün təlimat videosunda da dedim ki, əgər bizə of veribsə, 2 dənə ismin varsa, ofdan əvvələ baxırıq. Yəni kinds, cəmdə deyə is olmaz, was olmaz. 2, 4 və 5 olacaq. Doğru cavabımız B variantı. Daha sonra 27-ci sualda unfortunately-ni gördünüz. Deyir bədbəxtlikdən, yəni pis olur. Helen indi məna cəhətdən belə olacaq. Helen nə fransız, nə ingilis dilini bilir. Nə, nədə. Both and o deməkdir ki, belə deyəriksə, xoşbəxtlikdən o hər iki dili bilir, amma hər iki dili bilmədiyi üçün, yəni xoşbəxtlikdən deyil, axı burada unfortunately bizə açar rolunu oynayır. Ona görə neither nor olacaq. Neither or olmaz, either or olar. Either and olmaz. Doğru cavabımız A variantı. Daha sonra 58-də tea sayılmır, coffee saymayanlarla demişdik ki, dünənki videoda da vurğuladım. Qeyri-müəyyən artikl işlənməz. Həmçinin müəyyənlik göstəricisi də olmadığı üçün doğru cavabımız B variantı olacaq. Daha sonra bir dəqiqə. Deməli, daha sonra 59-cu sual. Global warming most olar. Muchdan sonra more gələr. More important. More belə deyim, müqayisə dərəcəsidir və bu müqayisə dərəcəsinin tələb eləyən bir söz yoxdur. Məsələn, cümlədə than olsaydı, than biz bilirik ki, bu müqayisə dərəcəsini istəyir, amma müqayisə dərəcəsinin göstəricisi olmadığı üçün Y variantı da gedir. Factor təkdə deyə burada sayılan tək ismin qarşısında artikl işlənərdi. Tərcümədə əsasən B variantı doğrudur. The most importantdir. Qlobal istilik təbiətə, belə deyim, havaya təsir edən ən mühüm faktorlardandır. Ən mühüm faktordur. Daha sonra 60-da sinonim cütünü istəyir. Brave, courageous, yəni cəsarətli. Friendly, unhappy, dostcasına bədbəxt. Kind, mehriban, quick, belə deyim, sürətli olmaz. Calm, peaceful, sakit, 1, 4. Y variantı yəni. Daha sonra 60-dan sonra bir dəqiqə. Bir dəqiqə. 61. Deməli, burada 61-də nə deyir? The movie was excited. Bizə deyir ki, altdan xətt çəkilmiş sözün antonimisi enjoy, zövq almaqdır. Admire, məmnun olmaq, love, sevmək, appreciate, qiymətləndirmək. Antonimi hate və dislike olacaq. 1, 2. Deməli, there was traffic on the road. Trafiklə nə işlənər? A lot-un ofu yoxdur. Many işlənməz. Traffic sayılmır. Few olmaz. Much olacaq. Daha sonra everybody hamı deyir tolerant olmalıdır digərlərinin adət-ənənələrinə qarşı, digər adət-ənənələrə qarşı. Hasn't, dünənlərin videoda bunu da demişdim. Hasn't-ın belə deyim, inkarı özü ilə düzəlməz. Do, did, does-la düzələr. Have, has, had to-nun inkarı. Must, should, bunlar doğru fikirdir. Gərək tolerant olaq. Məna cəhətdən isə bunlar uyğun gəlmir. Doğru cavab 1, 3. Daha sonra deməli, nə deyir? Nick deyir həmişə öz işi üçün vaxtında işinə gəlir. O deməli punctualdır, yəni işini vaxtında edən, lazy, tənbəl, maraqlanan, egoist, bacarıqlı bunlar mənaya uyğun gəlmir. Qardaşım deyir, burada zaman uzlaşmasıdır. When-i gördünüz, ondan sonra keçmiş zamandadır. Will, gələcək zamandır. Bunu da demişdim dünən. Keçmişlə gələcək uzlaşmaz. İndiki, gələcək, indiki bitmiş, uzlaşmaz. Uzlaşmaya görə doğru cavabımız B variantıdır. Daha sonra qrammatika suallarını artıq bir dəqiqə sonlandırırıq. Son 3 sualımız qalıb.
Hıh. Deməli, Delete come, məktub, Nixondan gəlib, Nixon üçün gəlib, Nixona gəlib. 1, 2, 5 dan 3-ün to, yəni AE. Passive voice bunu da demişdim dünən. Yəni gözlədiyim, belə deyim, sual tiplərindən biri bu idi. Cooked feili tapdınız. Ondan sonra gələn a delicious meal. Bu bizim tamamlığımızdır. Tamamlıq əvvəldə gəlir. Sonra feilə baxırıq. Keçmiş zamandırsa has been olmaz, has olmaz. Was-dan sonra bunu da demişdim. Been gəlməz. Is cooked indiki zaman göstəricisidir. Ona görə B variantı doğru cavabımızdır. Daha sonra 68-ə baxırıq. Nə deyir? Definition sualı. Display, yəni show, yəni sinonimi gördünüz. Display göstərmək deməkdir. Scold isə danlamaq, tənqid eləmək. Trust inanmaqdır. Eyni səviyyədə saxlamaq deyil. Success isə nail olmaqdır. Hədiyyə vermək deyil. Daha sonra deməli 69-cu sualda mövzusu nədəndir? Qar yağmasına görə qatarlar deyir gecikə bilər, hətta ləğv oluna bilər. Ona görə də öz vaxtlarınızı yoxlayın, informasiyanı yəni məlumatlara diqqət eləyin. Mövzusu nədir? Yəni sərnişinlər diqqət eləməlidirlər ki, qatar cədvəli dəyişə bilər. Doğru cavab Y variantı olacaq. Növbəti qatar gecikəcək belə demirdi. Burada cədvəl yoxlamağa ehtiyac yoxdur, amma orada deyir ki, please check, zəhmət olmasa yoxlayın. Bütün qatarlar ləğv olunub, xeyr. Burada qar yağmayacaq, xeyr. 70-də nə deyir? Mən deyir, ən yaxşımı, mən əlimdən gələn ən yaxşısını edəcəm. Bu nə mənaya gəlir? I will do everything I can in order to win the race. Yəni yarışı qazanmaq üçün ən yaxşımı, əlimdən gələnin ən yaxşısını edəcəm. Daha sonra bir dəqiqə. Daha sonra burada Filipə yazılıb. Özü haqqında məlumat verir. Bir həftəlik Vaşinqtondakı həyatından danışır. Əyləncə dolu idi. Muzeylər deyir əla idi. Qaleriyalardan danışır. Yəni məqsədi nə idi məktubun? To inform about spending time in Washington. Vaşinqtonda yəni vaxt keçirməsi haqqında Billdən istəmir. Vaşinqtona gəlməyini istəmir. Getməyi təklif eləmir. Məlumat soruşmur. Hekayə bölüşmür. Sadəcə məlumat verir. Keçirdiyi vaxt haqqında məlumat verir. Daha sonra mətnə diqqət eləyək. Mətn təbiət haqqındadır. Təbiətə belə deyim, təbiətin insanlar üçün həmçinin bəzi zəlzələlərdir, vulkanlardır, vulkan püskürməsi nəticəsində insanlara ziyandan danışılır. Həmçinin insanların da təbiətə ziyanı olduğunu deyir. Və bəzi insanların əsas yerləri qeyd edirəm. Bəzi insanlar təbiəti üstün tuturlar. Həm sağlamlıq üçün, həm rahatlamaq üçün tətillərdə öz uşaqlarıyla countryside şəhər ətrafına gəlirlər. Why do many people choose natural places for holidays? Because B variantı doğru cavabdır. Çünki insan sağlamlığına müsbət təsirləri var. Daha sonra bir dəqiqə. 63-də bu cümləni tapım, göstərəcəm sizə də. Bu cümlənin eynisini verib mətndə. Bizdən tamamlamağımızı istəyir. Aha, tapdım. Baxın burada. Burada fordan sonra tamamlamağımızı istəyirdi. Baxın. Fordan sonra nə gəlir? About 10 people. Yəni A variantı. Daha sonra bir dəqiqə növbəti suala keçid edeyim. Deməli, burada 74-cü sual, bir dəqiqə. 74-cü sualda pasaj nə haqqdadır? Pasaj bildik ki, təbiət haqqdadır və təbiətin insana olan təsirindən söhbət gedirdi. Ona görə də doğru cavab belə deyim, D variantı olacaq. Təbii fəlakətlərdən getmirdi. Bu sadəcə bir hissədə deyildi. Təbii elementlərdən də
dünyadakı təbii elementlərdən bundan da söhbət getmirdi. Kənd həyatından da söhbət getmirdi. Meşələrin gözəlliyindən də söhbət getmirdi. Ümumiyyətlə təbiətin insanlarla olan vəhdətindən söhbət gedirdi. 75-də isə mətnə görə Fuz, belə deyim, yanlış fikir istəyir. Meşələr insanlara oksigenlə təmin eləyir. İnsan fəaliyyəti doğrudur. İnsan fəaliyyəti təbiətə zərər vura bilər. Bu doğrudur. Təbiət əhəmiyyətli, belə deyək, mənbədir həyatımızda. Bu da doğrudur. Daha sonra təmiz hava insan sağlamlığı üçün xeyirlidir. Bu da doğrudur. Təbiət heç vaxt insanlara zərər vermir. Xeyr, yanlışdır. Orda az öncə dediyim zəlzələlər, daşqınlar falan bunlar zərər göstərə bilər. Daha sonra 76. Burada E variantı oldu. 76-da bizdən correct statement doğru fikir istəyir. 76-da deməli, birinci nə deyir? Çirklənmiş hava və su ətraf mühitin pisləşməsinin əsas səbəbidir. Bu doğrudur. Çirklənmiş hava və su ətraf mühitə zərər vurur. Sənayedə deyir, təbii resurslardan istifadə eləməklə insanlar təbiətin gözəlliyini, belə deyim, saxlayırlar, təkmilləşdirirlər, yəni gözəlliyini yaxşılaşdırırlar. Xeyr, orada deyirdi ki, təbiətin gözəlliyini pozurlar. Daha sonra 3-də deyir ki, təbiət nəinki insanlara kömək eləyə bilir, həmçinin bəzi disaster fəlakətlərə də səbəb olur. Bu da doğrudur. Az öncə Y-də də dedim. Bəzi fəlakətlərə səbəb ola bilər. 1, 3 doğru fikirdir. Gəlin 4-ə də baxaq. Deyir, təbii resursların tükənməsi nəticəsində ətraf mühitin yaxşılaşmasına kömək olunur, töhfə verilir. Xeyr. Təbii resurslar, belə deyim, tükənəndə ətraf mühit daha da pisləşir. Ona görə doğru fikrimiz 1 və 3 olacaq. Bu qədər əziz izləyicilər. Birazdan 9-cu sinif buraxılış imtahanının izahları da gələcək. İzləmədə qalın. Sağ olun.